Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilərim. Kanalıma və mətbəximə xoş gəlmisiniz. Bugün çox sevdiyim və sevərək hazırladığım çox ləzzətli borşun hazırlanmasını sizlərlə paylaşıram. Keçək hazırlanmasına. Əvvəlcə sümüklü dana ətinin üzərinə su əlavə edib bişməyə qoyuram. Xırda kələmin yarısını incə-incə doğrayıram. Bu arada ət qaynamağa başlayanda üzərinə yığılan kəfi yığıram. Sonra bir ədəd böyük soğanı xırda-xırda doğrayıram. Bişənə yaxın ətə biraz duz əlavə edirəm. Borşu bişirəcəyim qazana bir xörək qaşığı kərə yağ əlavə edib soğanları qovururam. Soğanın rəngi biraz dəyişəndə üzərinə sümüklərindən ayırdığım ətləri əlavə edib 2-3 dəqiqə soğanla birgə qovururam. Ətlə soğan qovrulana qədər 2 ədəd kartofu kub-kub doğrayıram. Doğradığım kartofları da ətlə soğanın üzərinə əlavə edib biraz qovururam. Sonra üzərinə bir dolu xörək qaşığı tomat pastası əlavə edib 1 dəqiqə yenə qovururam. Doğradığım kələmi də bura əlavə etdikdən sonra ətin suyunu da süzgəcdən keçirərək əlavə edirəm ki, içində sümük qırıntıları qalmasın və qarışdırıb qapağını örtüb bişməyə qoyuram. Sonra bir ədəd böyük kökü rəndənin iri gözündən keçirirəm. Tavaya biraz kərə yağ qoyuram, üzərinə rəndələdiyim kökü əlavə edirəm. Kök biraz qovrulana qədər bir böyük çuğunduru da rəndənin iri gözündən keçirib kökün üzərinə əlavə edirəm. Çuğundurun bir hissəsini isə sonda borşa əlavə etmək üçün saxlayıram. Bu cür etdikdə borşun rəngi qırmızı olur. Köklə çuğunduru 2-3 dəqiqə qovurduqdan sonra qazana əlavə edirəm. Və üzərinə duz, istiot, acı şirin qırmızı bibər və dəfnə yarpağı əlavə edib orta odda 5 dəqiqə bişirirəm. Videonu izləyən əziz izləyicilərim, zəhmətə dəyər verərək kanala abunə olub bildiriş zəngini aktiv etməyi, bəyənib yaxınlarınızla paylaşmağı unutmayın. Sonda isə çuğundurun qalan hissəsini də üzərinə əlavə edib 2-3 dəqiqədə bişirib ocağı söndürürəm. Yarım dəstə cəfəri və yarım dəstə şüydü xırda-xırda doğrayıram.
Ocağı söndürdükdən sonra üzərinə doğradığım cəfəri və şüyüdü əlavə edirəm. Və borşumuz artıq hazırdır. Allah hər kəsin ruzisini bol etsin. Sizlər də hazırlayın, nuş edin. Bəyənib fikirlərinizi şərhlərdə bölüşməyi unutmayın. Göz haqqınızı halal edin. Sağ olun, sağlıqla qalın.